Salam hörmətli YouTube kanalımızın izləyiciləri. Hazırda qrupumuz tərəfindən bu dağda mansardı məzəliyə işləri icra olunur. Bizə sifarişlər öncədən qeyd olunur və sifarişlər öncədən qeyd olunur ki, növbəli formada icra olunsun. Bundan əvvəlki videolarımızda sizə məlumat vermişdik. Digər rayonlar və Bakı növbəli formada icra olunmasında səbəb bundan ibarətdir ki, hər kəsin öz planına uyğun icra edilir. Və həmçinin də bu gündə Xudaqdayıq və ayın 30-u qeyd olunmuşdur ki, biz burada mansardı məzəliyə işlərini icra etməliydik. Hazırda usta yoldaşlarımız poliuretan məzəliyə işləri məşğuldurlar. Mən sizə buradakı bəzi işlər haqqında məlumat verək. Demək, dam sahəsi tamamilə izolasiya olunmuş olsa belə, yenə də müəyyən yerlər ki var, gördüyünüz bu boşluqlar, bunlara xüsusi diqqət olunmasa, məhz burada izolasiyanın nəticəsindən söhbət gedə bilməz. Mənə yaxınlaşdırım, diqqət edin. Görürsünüzmü boşluqları? Yəni izolasiya püskürdülməklə izolasiya sayılmır. Tamamilə hər bir yeri izolasiya etmək lazımdır. İzolasiya sözünün mənası da budur ki, tamamilə hər bir yer bağlanmalıdır. Görürsünüzmü? İşıqlar düşən boşluqlar var. Bu hissələr bizim xüsusi gətirdiyimiz materiallar ki var, o materiallar tətbiq olunacaq və üzərindən yenə istifadə etdiyimiz məhsulun sulu versiyası vurulacaq ki, heç bir boşluq qalmasın. Birbaşa metal örtüyə məhsul tətbiq olunur. Biz həmişə işi görməzdən öncə müştəridən soruşuruq ki, metal örtüyün keyfiyyəti nə qədərdir? Bu minvalla işlərə davam edirik. Əgər metal örtüyün keyfiyyəti zəifdirsə, o zaman biz membran vasitəsilə işi tətbiq edirik. Yəqin ki, bundan öncəki videolarımızda, səhifəmizdə baxıb məlumat ola bilərsiniz ki, membran vurulmasının əhəmiyyəti nədən ibarətdir. Əgər standart mansardırlarsa, o zaman mineral və daş işini istifadə olunur. Yox, əgər qeyri-standart formada yığılıb sonradan vurulan membrandırsa, içəri artıq ona heç bir halda daş işini və ya mineral yunu vurmaq olmaz. Çünki onun sıxlarından hava işləyəndə və yaxud da ki, metal örtükdə hər hansı bir isti-soyuq nəticəsində tərləmə olarsa, o zaman həmin su membranın kəsik hissəsindən buraxacaq içəri. Və deyə bilərsən ki, kəsik membranın üstünə köpük də vuranda eyni şey olur, xeyr, eyni şey olmur. Çünki poliuretan izolasiya məhsulunun üstünlüyü bundan ibarətdir ki, həm qeyri-sabit hava kütləsini, həm də sabit hava kütləsini metala keçməyə qoyulur. Söhbət evdəki havadan gedir. Belə olan halda da metalda heç zaman tərləmə olmur. Metal əgər çöldədirsə, isti qalır, soyuqda da soyuq qalır. Yəni, belə olan halda metalda heç bir hal dəyişikliyi olmur. Hal dəyişikliyi olduqda metalda məhz tərləmə olur. Belə hazırda 5 nəfərdən ibarət bir ekiblə işlərimizə start vermişik. Kəndinin 200 kvadrat yuxarıdır. İnşallah Allah'ın izniyle bu gün başlamışıq. Bu gün də təhvil vermək niyyətindəyik. Hazırda 114 izolasiya qrup, Xudaqdakı məzəlilərimiz, mağazamızın məhsullarından da faydalana bilərsiniz. İzolasiya məhsulları Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza 114 izolasiya qrup. Elə Lökbatan tərəfdən gələndə elə yolun qırağından görsənir və yaxud Meyvəli tərəfdən gələndə yolun solunda görsənir. Allah'a emanet olun. Yeni layihələrində görüşmək ümidilə.